Salam dəyərli izləyicilər, dəyərli futbol sevərlər. Sizin üçün bu dəfə qara xəbər gətirmişəm. Qarabağdan heç xoş olmayan bir xəbəri sizin nəzərinizə çatdıracağam dəyərli dostlar. Bunun əlavə milli komandamızdan da xəbərlər var. Deyir, utanmasan oynamağa nə var ki? Bizimkilər utanmırlar, amma oynamaq da bacarmırlar. Söhbət nədən gedir bilmək istəyirsinizsə videonun sonuna qədər izləyin. Şərhlər bölümündə mütləq fikirlərinizi yazın. Kanala abunə deyilsinizsə abunə olub bildirişləri açıq tutun. Mən isə xəbərlərin geniş təfsilatına keçid alım. Azərbaycan futbol tarixində bir ilk yaşanıb. Barselonanın Juvenil B komandasının düşərgəsinə məşqlərə qoşulan İbrahim Babayevlə müqavilə imzalanıb. O artıq Barselonada oynayacaq. 2008-ci il təvəllüdlü oyunçu Azərbaycan millisinin üzvüdür. O bundan əvvəl İsveçrənin Sərvətində oynayıb. İmza mərasimində Barselona Gənclər Heyətinin direktoru Soler Ferri və məşhur İspan futbolçu José Ramón Alexanko iştirak ediblər. İbrahim Babayev kimdir? Bu sual da məni kifayət qədər maraqlandırdı. Məlumunuz olsun ki, yarım müdafiəçi Sumqayıtın prezidenti Riyad Rəfiyevin bacısı oğludur. Yeniyetmə bu münasibətlərə görə İspaniyanın məşhur klubuna gedib çıxmayıb. Barselonanın skautları onu Bakıda keçirilən seçimlər zamanı görüb və bəyənib. Təbii ki, onun bura qədər yetişməsi üçün dayısının da dəstəyi olub. Dünya çempionatı 2026-nın seçmə mərhələsində Ukrayna ilə oyunda zədələnən Fransa millisinin üzvü Usman Dembele'nin durumu ciddidir. RMC Sport'a istinadən xəbər verir ki, arxa bud əzələsindən zədə alan PSG-nin vingeri 6 həftə meydana çıxa bilməyəcək. Bu isə o deməkdir ki, 28 yaşlı futbolçu oktyabrın 10-da Azərbaycan millisi ilə keçiriləcək görüşü buraxmalı olacaq. PSG-nin daha bir futbolçusu Desire Doué də Fransa millisinin heyətində zədə alıb. Onun isə təxminən 4 həftə yaşıl meydanlardan uzaqda qalacağı bildirilir. Qeyd edək ki, oktyabrın 10-da Parisdəki Parc des Princes stadionunda keçiriləcək Fransa-Azərbaycan maçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Sizcə Fransa-Azərbaycan maçının nəticəsi necə olacaq? Fikirlərinizi şərhlər bölümündə yazın. Belə bir məsəl var. Utanmasan oynamağa nə var ki? Bizimkilər utanmırlar, amma oynamağı da bacarmırlar. Bəli, utanmırlar, ona görə deyirəm ki, yenə də mətbuat konfransı keçirəcək, Santoş yenə də mətbuat önünə çıxacaq. Dünya çempionatı 2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da Tofiq Bəhrim adına Respublika stadionunda keçiriləcək Azərbaycan-Ukrayna oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı dəqiqləşib. AFFA-ya istinadən xəbər verir ki, 8 sentyabrda Azərbaycan millisi 10:30-da ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqə Liv Bonadiya arenasında çıxacaq. Mətbuat konfransı 12:00-da Liv Bonadiya arenasında baş tutacaq. Ukrayna millisi isə mətbuat konfransını Tofiq Bəhrim adına Respublika stadionunda keçiriləcək. Elə həmin gün 17:30-da Ukrayna millisinin mətbuat konfransı baş tutacaq. 18:00-da isə İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq Tofiq Bəhrim adına Respublika stadionunda start veriləcək. Azərbaycan milli komandası itki ilə üzləşib. AFFA-nın saytına istinadən xəbər verir ki, hücumçu Nəriman Axundzadə zədə səbəbindən heyətdən çıxarılıb. Qeyd edək ki, millimiz Dünya çempionatı 2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da Tofiq Bəhrimov adına Respublika stadionunda Ukrayna yığması ilə qarşılaşacaq. Xatırladaq ki, millimiz seçmə mərhələnin ilk görüşündə səfərdə İslandiyaya 0-5 hesabı ilə məğlub olub. Dəyərli izləyicilər, bu itki təbii ki, Qarabağın da Çempionlar Liqasındakı oyununa təsir göstərəcək. Çünki Qarabağ komandası hücumçu transfer etmədi. Musa Qurbanlı və Nəriman Axundzadəyə güvənəcəklərini açıqlamışlar. Ümid edirəm ki, Nərimanın zədəsi ciddi olmaz və 16-sı Qarabağın oyununda iştirak edə bilər. Millimizin və Qarabağın hücumçusu Nəriman Axundzadənin son vəziyyətini Qarabağın düşərgəsindən öyrəndik. Təəssüf ki, Nəriman Axundzadə ən azı 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq. Onsuz da hücumsuz transfer edə bilməyən Qarabağ komandasının yeganə ümidi bəlkə də Nəriman və Musa idi ki, artıq Nərimandan da ilk oyunlar üçün ən azı əlini üzə bilər. Belə ki, Benfica ilə və Kopenhagenlə qarşılaşmalarda Nərimanın komandaya kömək edə bilməyəcəyi bildirilir. Sizcə Qarabağı hansı aqibət gözləyir? Qarabağın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev açıqlamasında bildirib ki, futbolçunun baldır əzəlləri zədələnib və qarşıdakı oyunları buraxacaq.
Dünya Çempionatı 2026-nın seçmə mərhələsinin E qrupunda bugün keçiriləcək ikinci turun Türkiyə-İspaniya oyunu Azərbaycanda da canlı yayımlanacaq. Görüş CBC Sport kanalı ilə birbaşa nümayiş etdiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Türkiyə kanallarından isə TV8 bu oyunu canlı yayımlayacaq. Qeyd edək ki, bir turdan sonra ehtiyatda 3 xal olan Türkiyə və İspaniya yarışdıqları E qrupunda şərikli liderlərdir. Bəli, bu sizə çatdıracağımız sonuncu xəbərdir. Düşünürəm ki, sizlər üçün də maraqlı xəbərlər oldu. Elə isə fikirlərinizi hələ də şərhlər bölümündə yazmamışsa yazın və videonu bəyənin. Eyni zamanda dostlarınızla video paylaşmağı da unutmayın. Ekranda gördüyünüz videolardan birini seçib izləyə bilərsiniz. Kanalımıza abunə olub bildirişlər açıq tutun. Növbəti videoda görüşmək ümidi ilə. Hələlik.